ki, bax, Ayşə anamızı və digərlərini haqqında mındar danışan adamları mən şəxsən mən Mürşüd, mən onunla kimlə qarşılaşsam onu mən bilirəm nə edəcəm. Çünki heç kimin anasına söyə bilməz. Hələ Resulullah sallallahu aleyhi ve sellem'in zövcəsi möminlərin anasına söyə bilməz. Sən fərqli etiqad edirsən, nə edirsən, özün bilərsən. Amma söyüşlə, təhqirlə etiqad dəvət olmur. Yox, söyüşə biz mən şəxs özün özüdür, mənim ətrafım özüdür. Söyüşən özün istəyir. Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu. Mürşid bəy ilə mənim aramda olan müzakirələrdən ən çox verilən sual budur ki, Sabah Hüsən orada demirsən ki, mən lənət oxumuram, amma başqa yerdə, ondan sonraki yerlərdə sən lənət oxuyursan. Ey cahil qövm, ey qulağı tutulan qövm, biz orada lənət barəsində yox, təhqir barəsində söhbət eləmişik. Mürşid Yusufoğlu orada təhqir deyib, söyüş deyib. Mən orada cavab vermişəm ki, nə mən, nə mənim əqidəm, nə mənim ətrafımda olan insanlar təhqir, söyüş etməzlər. Ümumən heç kim etməzlər. Xristiyan İsa Aleyhisselamı Allah bilir. Mən nə edim? İsa Aleyhisselamı təhqir mi edim? Yox. Yəni biz təhqir etmərik. Lənət başqa bir şeydir. Təhqir başqa bir şeydir. Oradakı bəhsdən mövzu təhqirdən söhbət oldu. Təhqir, söyüş. Nəinki lənət. Lənət özü bir duadır. Zaten mən lənət haqqında bir video paylaşmışam. Və videonu da inşallah ki qoyacağım. Video danışacaq zaten. Orada da özüm çıxış etmişəm. Lənət nə olan şeydir? Lənətlə təhqiri eyni bilənlər. Allah Quranda lənət söyüş mü söyür? Yenə deyirəm, qulağınızı açın, videoya diqqətlə baxın. Orada təhqirdən söhbət olunub. Nəinki lənətdən. Və bir şey də nəzərinizə çatdırım ki, mən demişəm ki, mən orada Mürşid bəy demişəm Ayşəyə lənət, amma halbuki deməmişəm. Mənim yaddaşımda elə qalmışdı. Yaddaşımda bəli elə qalmışdı. Amma sən demə həqiqətən deməmişəm. Bunu zaten də izah etmişəm, yenə də edirəm. Mənim yaddaşımda elə qalmışdı. Çünki mən uşaq deyiləm ki, bir videola, paylaşılan bir video olsun, o videoda olmayan şey deyim, kiməsə şərait yaradım ki, məndən səhv tutsun. Mən özüm ondan bundan səhv tuturam. Sadəcə bu mənim yaddaşımda bu cürünə qalmışdı, zehnimdə bu cürünə qalmışdı. Aydın? Və videoda da yenə təkrar edirəm. 10 dəfə təkrar edirəm ki, orada söhbət lənət yox, söyüş təhqirdən olmuşdu. Mən ona görə xanım Ayşənin müdafiədə qalxdım. Mürşid bəyin yanında ki, biz lənət söyüş söymürük, təhqir etmirik. Bizim əqidəmiz lənətdir, lənət. Biz lənət oxuyarıq. Peyğəmbərə, əhl-i beytə, Allaha düşmən olanlara. Aydın? İnşallah ki, videonu da qoyuram, videonu da izləyin. Lənət zaten özü bir duadır. Rəhmətin antonimidir. Rəhmət də özü duadır. Məsəl üçün, Allah rəhm etsin, Allah rəhmət etsin. Yəni, Allahın rəhmətində olasan. Bu duadır, xoş duadır. Gözəl duadır, həsən duadır. Və bunun antonimi nədir? Allah lənət etsin. Yəni Allahın rəhmindən uzaq olasan, Allahın nəzərindən uzaq olasan. Bu da zaten duadır da. Bunu da Allahdan istəyirsən də. Bunun söyüşə aidiyyəti var. Əgər ki lənət, söyüş olsaydı, onda Allah-u Teala qeyd etmişəm. 18 surədə 36 ayədə Allah estəğfirullah söyüş söyür. Məsələn, hələ mən tapdıqlarım bunlardır, bəlkə də çoxdur. Bəqara surəsinin 88, 89, 159, 161-ci ayələri. Ali İmran surəsinin 61 və 87-ci ayələri. Nisa surəsinin 46, 47, 52, 93 və 155-ci ayələri. Maida surəsinin 13, 60, 64 və 78-ci ayələri. Ərəf surəsinin 38 və 44-cü ayələri. Tövbə surəsinin 68-ci ayələri. Hud surəsinin 18, 60, 99-cu ayələri. Rad surəsinin 25-ci ayələri. Hicr surəsinin 35-ci ayəsi. İsra surəsinin 60-cı ayəsi. Nur 7, 23-cü ayələri. Qəsəs 42, Ənkəbud 25, Əhzab 57, 61, 64, 68, Sad 78, Müminin 52, Muhammed 23, Fəth 6. Və adı saydıqlarım surələr və ayələr Allah özü lənətdə oxuyur və lənəti də oxutdurur. Mömin insanlara, onların içində peyğəmbərlər də var və mələklərə.
Axı lənət haçından söyüş olub. Sadaqallahu aliyul azim.